2025-in Hyundai Elantra Cell Sportu. Maşın ön hissəsində bufer zədəsi iləndir. Faraları da bir iş yoxdur. Faraları təmizdir. Maşın buferi bir dənə yerdədir. Yəqin ki, burada hansısa kulçasıyla falan hansısa qırılıb da. Gördüyünüz kimi burada da həmçinin bufer yerdədir. Yerdə deyəndə yəni boşalıb da bufer zədəsi buradadır. Aşağı düşüb. Maşın bu hissəsində farasında bir dənə burada belə nöqtə bir iş var. Belə maşın salamatdır. Maşında krılodu qapıdır zədə olan. Bunu biz burada öz ustalarımızla ideal bir formada düzəldib sizə göndərə bilərik. Maşın 2025-ci il 27.500 dirhəmlə aksiyona çıxır. 7.900 maşın yol gedib. 2 motordur. Maşının arxa hissəsi də zədəsizdir. Maşının sol hissəsi də zədəsizdir. Zədəsi yoxdur. Maşında qapıda açarsı daxil olmaq. Kör nöqtənin sensoru. Belə bir gözəl salonu. Elektron monitor, pribor. Gördünüz. Belə bir qara salon. Drive mode. Kim istəsə bizlə əlaqə saxlasın. Zolaq izləməsi var, cruise kontrol var, zolaqda saxlama var. Maşının vini. Kim istəsə bizlə əlaqə saxlasın. Maşın çox gözəl qiymətə oynayaq. Əldə də sizin üçün göndərək.